alimlərə, elm tələbələrinə, dəvətçilərə dəyər vermək lazımdır. Bir insan Quran öyrədirsə, adi şeydir belə baxanda da, yəni bu Quran öyrətmək. Əzəmətli bir iş. Lakin ən asan da, yəni dəvət meydanında ən asan kiməsə bir Quran öyrətməkdir. Düzdürmü? Orada müəyyən hərflərdir, bəzi təcvid qaydalarıdır. Böyük bir şeydir, onu sən də hamı öyrədə bilərsən. Elə bir adam varsa da artıq ona dəyər verməlisən. Sən artıq onu sevməlisən, hörmət qoymalısan ki, Allah razı olsun. Bu övladlarımıza və ya bizə Quran oxumağı öyrədir. Nə qədər müsəlman var bu gün Quran oxuya bilmir. Bax, Ramazan ayı girir. Görəcəksən ki, nə qədər insanlar var ki, Ramazanı Quransız keçirəcək. Quran oxumayacaq. Çünki oxuya bilmir. Təsəvvür elə. Bir Ramazandan digər Ramazana həmişə deyirik, bir il vaxtı var, hələ də öyrənmir. İllərdir belə yaşayır. İllərdir Quransız Ramazan keçirir. Halbuki Ramazan ayının üstün olmasının səbəblərindən biri nədir, qardaşım? Quran nə vaxt nazil olub? Ramazan ayında. Tək oruz fərz yox, eləcə də Quran özü belə Ramazanda nazil olub. Bunun Ramazanı Quransız. Səncə indi bunun Ramazanı ilə, bunun orucu ilə, Quranla keçirən oruca eyni olar mı, qardaşım? Olmayacaq da. Ən əfsəl oruç tutanlar kimlərdir? O oruç tutanlar ki, orucunda Allahı çox zikr edir, düzdürmü? Çoxlu Quran oxuyur. Bu adam bu Ramazan Quran oxumayacaq. Hamı Quran oxuyanda bu başqa işlə məşğul olacaq. İndi nə-nəsə vaxtını keçirməlidir. Bu həmişə elə durub bütün günü zikr eləməyəcək ki. Düzdürmü? Bütün günü məsciddə oturası deyil, işi gücü var. Amma Quran oxuyan ən azından işdə olsa da orada vaxt tapıb Quran oxuyacaq. Düzdür? Ki, mən Quran oxumalıyam. Mənim bu ay Qurandan payım olmalıdır. Ən azı bir dəfə xətm eləməliyəm. İşdə olsa da belə Quran oxuyacaq. Hələ evdə deyək ki, oturub işə gedməyənli adam ola bilər ki, bir ay işləmədi, misal üçün Ramazan ayıdır, məzuniyyət götürdü, işə gedmədi. Nə xoşbəxt onun halına əgər Quranla keçirəcəksə. Yaxşı zəndə olar ki, Quranla keçəcək, ən azı bir 3-5 dəfə xətm edə biləcək. Düzdür? İşdə olanlar var ki, deyəcək, mən bacardım bir dəfə xətm eləməkdir, başlayaq bir dəfə oxuyacaq. Nə gözəl, o Ramazanını Quranla keçirdi. Gör, nə əfsəldir. İndi təsəvvür edən ki, buna kimsə o Quranı öyrədibsə, o da gör nə qədər savab qazanacaq. Ona gedirəm, qardaşlar, sizə nəsə kimsə öyrədirsə, vallahi faydası dəyirsə, bir elm öyrədirsə, ən azı bir Quran oxuma öyrədirsə, təşəkkür eləmək lazımdır. Onun üçün dua eləmək lazımdır. Dua eləmək lazım ki, Allah Teala belələrin sayını çoxalsın, qədəmlərini sabit eləsin.